Ailədə əgər sədaqətsizlik varsa, sadiq olmamaq kişi ilə qadının, bu da boşanma gətirib çıxardır. Sədaqətsiz nədir? Xəyanət baş verir. Kişinin xanıma sadiq olmaması, xanımın kişiyə sadiq olmaması. Bu dəqiqə çoxdur, aktualdır. Həm kişi sadiq olmur, gedir insanlar yazışır, danışır, görüşür. İndi çox təəssüflə deyim ki, evli qadınlarda bu hal yarasıcandır. Evli qadındır, ailəsi var, ailəsilə problemi var, münasibəti yolunda deyil. Bəzə istəyir, qarşısına alır, yollaşma məsələ bərpa olur, bəzə istəmir. Deyir, yox, mən ondan ayrılsam, mən ona danışmasam, mənim üçün faciədir. Danışmasam, mən düşərəm depressiyaya. Mən ona danışmayanda özümü pis edirəm. Ailəsi də var, amma ailəsində münasibəti sıfırdır, yoxdur. Bu faciədir. Bu da axırı boşanmadır ya. Axırı bunun boşanmadır. İndi görürük də qoyur əlini qaçır və yaxud gizli görüşür. Bu da axırı faciədir ya da boşanmadır.